Nəfsini xeyir istəyən insan həmişə sabahı üçün nə hazırladığına baxmalıdır. Necə ki, Allah Azza və Cəllə buyurur, ey iman gətirənlər, Allahdan qorxun və sizlərdən biriniz sabahı üçün nə hazırladığına baxsın. Yəni, özünə xeyir istəyən nəfs, özünə xeyir istəyən insan həmişə sabahı üçün hazırlıq görməlidir. Yəni, sabah deyiləndə, yəni o qiyaməti üçün, axirət günü üçün hazırlıq görməlidir. Yəni, niyə görə ayət-i kərimədə sabah olaraq keçir? Çünki həqiqətən o gün çox yaxındır. O günün gəlməsi doğrudan da çox yaxındır. Və insan bilmir, sabaha çıxacaq yoxsa yox. İnsan bilmir, artıq bir saatdan sonra və yaxud da bir dəqiqədən sonra onun başına nə gələcək. Artıq insan özü üçün bu ayət-i kəriməni həyatında bir qayda olaraq qoysa, necə ki, Allah Azza və Cəllə buyurur ki, sizdən biriniz baxsın, sabahı üçün nə hazırlayıb. Artıq insanın nəfsi, bu ayət-i kərimələri düşündükdə insanın nəfsi heç vaxt haramlara, Allahın razı qalmadığı şeylər heç vaxt meyl eləməz. Əksinə o nəfs düşünəcək ki, əgər mən günaha meyl etsəm, sabah Allahla qarşılaşmaq var, sabah Allahın əzabı var, sabah Allahın ateşi var, odu var və s. və lax. İnsan artıq bunları düşünəndə bu şeylər onu asiliklərdən uzaq saxlayır və bu şeylər onu günahlardan uzaq tutur. Və alimlər də bu əmələ buyururlar ki, bu nəfsi müalicə etməkdən sayılır. Yəni, insanın daimən cənnəti, cəhənnəmi, Allahın əzabını, Allahın mükafatını düşünməsi və hesabı düşünməsi, Allahın qabağında duracağını düşünməsi bu nəfsi müalicə etməkdən sayılır.